Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də pensiya fonduna yığılan kapitaldan istifadə imkanının olmamasıdır. Məsələn, bir vətəndaş bildirir ki, anası 40 il müəllim işləyib və hazırda 64 yaşı var. Onun pensiya hesabında kifayət qədər vəsait toplansa da, ailə həmin vəsaitdən istifadə edə bilmir. Vətəndaş qeyd edir ki, anası ağır xəstədir və müalicəsi üçün ciddi maliyyə vəsaiti tələb olunur. Bu səbəbdən o, pensiya fonduna yığılan məbləğin müalicə məqsədilə geri qaytarılmasını təklif edir. Bundan əlavə, insanlar hesab edir ki, şəxs vəfat etdikdən sonra həmin vəsaitin ailəsinə verilməməsi narazılıq yaradır. Xəstəlik, ev almaq və ya digər həyati ehtiyaclar zamanı vətəndaş niyə öz pensiya kapitalından istifadə edə bilmir? Oxu24.com xəbər verir ki, Global Info-Az'a danışan iqtisadçı, deputat Vüqar Bayramov deyib ki, Azərbaycanda vətəndaşların pensiya yaşına çatmamış pensiya kapitalından istifadəsi məsələsi müzakirə olunan mövzulardan biridir. Bu məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında deputatlar tərəfindən müxtəlif təkliflər irəli sürülüb. Təkliflərdən biri də vətəndaşların dünyasını dəyişməsindən sonra pensiya kapitalının müəyyən hissəsinin, məsələn 30%-nin onların vərəsələrinin hesabına köçürülməsi ilə bağlı olub. Deputat qeyd edib ki, bu istiqamətdə qiymətləndirmələrin aparılması və pensiya kapitalından istifadə mexanizminin hazırlanması məqsədə uyğun olardı. Nəticə etibarilə belə bir yanaşma həm vətəndaşların pensiya kapitalı toplamağa marağını artıra, həm də məşğulluğun genişlənməsinə müsbət təsir göstərə bilər. Çünki nəticədə vətəndaşların pensiya kapitalının artırılmasına marağının yüksəlməsi müşahidə olunacaq. Bu da bütövlükdə əmək münasibətlərinin daha çox rəsmiləşdirilməsinə töhfə verəcək. Bu baxımdan təbii ki, maliyyə imkanları və mövcud vəziyyət nəzərə alınmaqla, bu istiqamətdə addımların atılması məqsədə uyğundur. Deputat sonda əlavə edib ki, ölkədə pensiya islahatlarının davam etdirildiyini nəzərə alsaq, dərinləşən islahatlar çərçivəsində pensiya kapitalından daha səmərəli istifadə ilə bağlı yeni mexanizmlərin hazırlanması və tətbiqini müşahidə edə bilərik. Bank kreditləri ilə bağlı vətəndaşları ən çox maraqlandıran məsələlərdən biri də borcalanın vəfat etməsindən sonra kredit öhdəliyinin necə həll olunmasıdır. Bir çox insan hesab edir ki, kredit sığortalanıbsa, borcalan vəfat etdikdə borc tamamilə bağlanmalı və ailə üzvlərindən heç nə tələb edilməməlidir. Lakin hüquqi və sığorta münasibətləri bu məsələdə bir qədər fərqli qaydalarla tənzimlənir. Oxu24.com xəbər verir ki, hüquqşünasların sözlərinə görə, son illərdə kreditlərin həyat sığortası ilə təmin olunması istiqamətində mühüm addımlar atılıb. Xüsusilə 2024-cü ildən etibarən kreditlərin verilməsi zamanı borcalanın ölüm riskinin sığortalanması məsələsinə daha ciddi yanaşılmağa başlanılıb. Əvvəllər bu tələb əsasən ipoteka kreditlərində tətbiq edilirdisə, sonradan digər kredit növlərində də bu istiqamətdə mexanizmlərin genişləndirilməsi gündəmə gəlib. Mütəxəssislər bildirirlər ki, burada əsas məsələ kreditin hansı şərtlərlə və hansı sığorta təminatı altında verilməsidir. Əgər kredit üzrə həyat sığortası mövcuddursa və müqavilədə ölüm halı sığorta hadisəsi kimi nəzərdə tutulubsa, müəyyən hallarda qalan borcun tam və ya qismən ödənilməsi sığorta şirkəti tərəfindən həyata keçirilə bilər. Lakin hər kredit üzrə avtomatik olaraq belə bir təminatın mövcud olduğunu düşünmək düzgün deyil. Çünki sığorta münasibətləri ayrıca müqavilə əsasında formalaşır və şərtlər sığorta şirkəti ilə bağlanmış müqavilədə əks olunur. Hər bir halda sığorta ödənişinin tətbiqi müqavilənin şərtlərindən asılıdır. Hüquqşünaslar qeyd edirlər ki, borcalanın vəfat etməsi onun kredit öhdəliyini hüquqi baxımdan tam aradan qaldırmır. Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin ölümündən sonra onun əmlakı ilə yanaşı borc öhdəlikləri də mirasın tərkib hissəsi hesab olunur. Yəni, vəfat etmiş şəxsin varisləri miras əmlakı qəbul etdikdə, həmin əmlakın dəyəri həddində borc öhdəliklərinə görə də məsuliyyət daşıya bilərlər. Ekspertlərin sözlərinə görə, burada vacib məqamlardan biri odur ki, varislər mərhumun borclarına şəxsi vəsaitləri hesabına deyil, qəbul etdikləri miras əmlakının dəyəri həddində cavabdeh olurlar. Bu səbəbdən banklar və varislər arasında çox vaxt restrukturizasiya və ya digər hüquqi həll yolları müzakirə olunur. Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, kredit götürərkən həyat sığortasının mövcud olub olmamasını,
sığorta hadisələrinin dairəsini və müqavilə şərtlərini diqqətlə araşdırsınlar. Çünki sonradan yaranan mübahisələrin əksəriyyəti məhz müqavilə şərtlərinin kifayət qədər öyrənilməməsindən qaynaqlanır. Beləliklə, borcalanın vəfat etməsi hər zaman kreditin avtomatik bağlanması demək deyil. Məsələnin həlli kredit müqaviləsinin, sığorta təminatının və miras münasibətlərinin hüquqi xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Buna görə də belə hallarda peşəkar hüquqi məsləhət almaq vacib hesab olunur. Pensiya ilə bağlı vacib dəyişiklik. Minlərlə vətəndaşa AE xəbər. Nazirlər Kabineti güzəştli şərtlərlə əmək pensiyası almaq istəyən və vaxtilə zərərli, ağır iş şəraitində çalışmış şəxslərlə bağlı mühüm dəyişiklik edib. Yeni qərara əsasən işlədiyi müəssisə bağlanan, ləğv olunan və ya hüquqi varisi olmayan şəxslərin pensiya hüquqları daha rahat şəkildə tanınacaq. İndiyədək bir çox vətəndaşdan işlədiyi müəssisədən xüsusi arayış tələb olunurdu. Lakin həmin müəssisələr fəaliyyət göstərmədiyi üçün insanlar bu sənədi əldə edə bilmir. Nəticədə pensiya hüququndan yararlana bilmirdilər. Yeni qaydalara əsasən artıq müəssisə fəaliyyət göstərmirsə, vətəndaşın işlədiyi dövr əmək kitabçası, elektron əmək müqaviləsi sistemi və ya dövlət arxivinin məlumatları ilə təsdiqlənə biləcək. Bu dəyişiklik xüsusilə 1990-cı illərdə və ondan əvvəl zərərli işlərdə çalışan minlərlə şəxsin hüquqlarının qorunmasına hesablanıb. Hazırda Azərbaycanda kişilər və qadınlar üçün yaşa görə pensiya yaşı 65-dir, lakin güzəştli şərtlərlə işləyən şəxslər daha tez pensiyaya çıxa bilirlər. Zərərli və ağır işlərdə çalışan kişilər 60 yaşda, qadınlar isə 59 yaş 6 ayda pensiya hüququ əldə edirlər. Bunun üçün kişilərin ən azı 12 il 6 ay, qadınların isə azı 10 il həmin sahələrdə çalışması tələb olunur. 2026-cı ildən avtomatik pensiya təyinatı qaydalarında da dəyişiklik edilib. Belə ki, 2006-cı ildən əvvəlki əmək stajının hesablanması mərhələli şəkildə azaldılacaq. Dövlət Sosial Müdafiə Fondu bildirib ki, bu ildən etibarən avtomatik pensiya təyin edilərkən 2006-cı ildən əvvəlki staj 24 il kimi hesablanacaq. Bununla yanaşı, vətəndaşın fərdi hesabında minimum pensiya almağa imkan verən kapital olmalıdır. Əlilliyə görə əmək pensiyası ilə bağlı qaydalar da qüvvədə qalır. Əmək qabiliyyətini itirən şəxslər müəyyən sığorta stajına malik olduqda pensiya ala bilirlər. Müharibə iştirakçıları və hərbi qulluqçular üçün isə xüsusi şərtlər tətbiq edilir. Ailə başçısını itirməyə görə pensiya hüququ da saxlanılır. Vəfat edən şəxsin azı 5 il sığorta stajı olduqda onun ailə üzvləri bu pensiyanı ala bilər. Təhsil alan övladlar 23 yaşadək bu hüquqdan istifadə edə bilirlər. Qeyd edək ki, hazırda Azərbaycanda minimum əmək pensiyası 320 manatdır. Hesablanan pensiya bu məbləğdən az olduqda dövlət tərəfindən minimum həddə çatdırılır.